Salam dostlar, hər vaxtınız xeyirli olsun. Masazır qəsəbəsi Qurtuluş Yaşayış kompleksindəyik. Hal-hazırda 6 mərtəbəli binanın 6-cı mərtəbəsində bir mənzilimiz satışa çıxıb. 2 otaqdan ibarətdir. 73 kvadrat metrdə yaşayış sahəsi var, yaşayış da var. Bilirsiniz ki, artıq Qurtuluş Yaşayış kompleksində kupçalaşma gedir. Bu mənzildə də alandan sonra yəni rahatlıqla kupça ala bilərsiniz. Yəni binada var, sadəcə olaraq mənzil sahibi hələ almayıb. Qurtuluş Yaşayış kompleksi haqqında geniş izahata ehtiyac yoxdur. Hər dəfə də vurğuluyuruq ki, tam dolu bir kompleksdir. Ardınız nə istəsəniz var, heç bir yerə də getməyə ehtiyac yoxdur. Marşrutu, məktəbi, bağçası, liseyi, bir sözlə hər bir şey. Altının altısıdır, hörmətli izləyicilərimiz. 73 kvadratdır. Üstdə də yenə təmirsiz, təqribən 1-20 kvadrat var. Mənzilimiz haqqında girdik demək foyerdən, solda şkafı, gəldik dəhlizdən, sanuzel sanitar qovşaqları ayrı-ayrı. Yəni, bu da bir üstünlükdür. Sağdan birinci yataq otağıdır. 2 balkon sahəsi var. Bir çox əşyalar qalacaq. Yəni, məbləğə daxilli satış qiymətinə balkonu. Və gəldik salona. Maşallah. Qiymət də əlverişlidir, kondisionerdir, stol-stul çıxacaq, yəni bir çox əşya dediyim kimi qalır. 68 min manatla da satışdadır. Yenə də real alıcıları ola bilsə məbləğdə, yəni reallıq əsasında indirim olunacaq. Keçdik mətbəxə, mətbəxdə gördüyünüz kimi. Yəni yaşayış üçün zəruri nələrimiz var, sadəcə olaraq qaz yoxdur, o da ki sayğaclar, yəni belə xəttlər çəkilib. Burada da ikinci bizim balkonumuz. Baxın, dəyərləndirin, suallarınız üçün yəni nömrə qeyd edirik. Qurtuluş Yaşayış kompleksi 6 mərtəbəli binanın 6-cı mərtəbəsində 73 kvadrat 68 min manat. Sağ olun, sağlıqla qalın.